Mağazamızda kürə peçi üçün fərqli bir aksesuar var. Təkərli səbət aksesuarı. Bu aksesuarı ən çox istifadə edilənlərdən biri də Cəlaül ustadır. Yəni öz manqal komplekslərində müştərilərə təklif edir. Müştərilər də yəni çox razıdır. Çünki kürə peçi bildiyiniz kimi o davamlı daşdan tikilir. Yəni o isti olur. Onun içinə nəsə qoyub götürmək ilə yerə qoysan kifayətdir. Yəni çətinlik olur. Amma bunun özəlliyi ondadır ki, usta da desin, ustanın da öz fikirlərini almaq istəyərdim. Cəlaül usta. Yəni bunu istifadə edəndə müştərilər tərəfindən ya özün də yəni istifadəsini görmüsən canlı. Çox keyfiyyətli, dözümlü, qəşəng. Burada da gördüyünüz kimi nə istəsəniz bunun içində pişirə bilərsiniz. Bunlar da istə çıxır. Yəni bu da çıxır. Bu da çıxır. Şurada hazırlayıb qoyursunuz. Bilməyənlər üçün də deyim, bunun fərqli özəlliyi ondadır ki, bunun ayaqlarında 4 ayağında təkər var. Əgər kürələr böyükdürsə, uzundursa, bunu kürənin içərisində çox rahat hərəkət elətdirə bilirsiniz. Çox effektli, gözəl də iş görür. Videoların çoxundan Cəlaül ustanı tanıyırsınız. Cəlaül usta bildiyiniz kimi manqal tikir, kamin, rus peçi, kürə peçi, köhnə ustalardandır. Tanıyanlar tanıyır. Əgər yəni sizin də ustanız yoxsa, usta axtarırsınızsa, bildiyiniz kimi bizdən mağazada biz material satırıq. Biz özümüz hər hansı manqalı, təndiri, kürəni tikmirik. Bizdən bu materialı alan ustalar var. O ustalardan da biri Cəlaül ustadır ki, bu gün bizim mağazamızdan çuğun pliti alacaq. Əgər sizə də yəni usta lazımsa, usta axtarırsınızsa bizə yaza bilərsiniz. Cəlaül ustanın nömrəsini verə bilərik. Bakı ərazisində, həmçinin rayonlarda da bu işləri gedib hazırlayır. Kimə o davamlı məhsullar lazımdırsa, manqala aid, kaminə aid, rus peçinə aid, kürə peçinə aid aksesuarlar, şişlər və digər məhsullar var. Lazımdırsa bizimlə əlaqə saxlaya bilərsiniz.